Değerli dostlarımız, hər vaxtınız xeyir olsun. Sizlərə bu günləri Xocasən qəsəbəsində, dəyərli dostlar, Murad Şallıq evinin tam yaxınlığında 2 mərtəbə 6 otaqdan ibarət, dəyərli dostlarımız, həyət evi təqdim edəcəm. Həyət evimiz 4 sot yarım torpaq sahəsinin üzərindədir. Mülkümüz isə monolit betonla inşa olunub. Birinci mərtəbə monolit beton, 1 ilə 2-nin ara kəsməsi monolit beton və dəyərli dostlarımız, tavan sahəsi, 2-nin tavan sahəsi monolit betondur. Evin üzərindən 3-cü mərtəbəni qaldıra bilərsiniz sərbəst şəkildə. Damı da paket şiferdir. Bu ərazidə yaşayanlar, bu ərazini tanıyanlar gözəl bilir ki, burada kupça yoxdur. Dəyərli dostlarımız, sənəd bələdiyyənin qiymətləndirmə sənətidir. Geniş bir şəkildə həyətyanı sahəsində sizlərə tanış edirəm. Mərkəzi giriş darvazasıdır, həyət üçün bulağına kimi yaradılıb və gözəl bir bağ-bostan sahəsi var. Bar gətirən meyvə ağaclarına kimi hamısı əkilib, hazır bir vəziyyətdədir. Həyət üçün sanitar qovşağı qarşı tərəfdədir. Evin yanına və arxa tərəfinə keçid etmək də mümkündür. 4.5 sotun üzərində inşa olunub, qiymət 190 min manat təşkil edir. 055 291 3565 mənim əlaqə nömrəmdir. Dəyərli dostlarımız, evin ətraf ərazisi üçün drinaj sahəsi burada yaradılıb, qarşı tərəfdə gözəl. Tikintidən anlayışı olanlar gözəl biləcəklər ki, drinaj sahəsi nədir. Qaraj sahəsinə daxil oluruq. Qeyd edeyim ki, mərtəbələr arası monolit betondur, tikintinin sonu da monolit betonla üzlənilib. Qaraj sahəsində ev sahibinin artıq əşyaları olduğuna görə bu vəziyyətdədir. Sərbəst şəkildə bir ədəd qarajına avtomobil daxil etmək mümkündür. Həyət çox böyükdür, yəni qaraja ehtiyac yoxdur. Keçək, burada yerləşir kombi aparatının yeri, 60-lıq kombi aparatı var. Su filtrinə kimi düzəldilib, tamamilə hazır bir vəziyyətdədir. 190 min manata satışa çıxarılıb. Murad Şallıq evinə çox yaxın bir ərazidədir. Xocasənin prospekt yolundan, Xocasən yolundan 50 metr. Bütün yaşı obyektləri ətraf ərazidə var. Keçək evin içi ilə də sizləri tanış edəcəm. Ya Allah! Bismillah eləyək, daxil olaq evin içinə. Dəyərli dostlarımız, dəhliz vasitəsilə otaqlara bölgülər yaranır. Demək, dəhlizə daxil olanda 2-ci mərtəbəyə qalxan beton pilləkənlər üzəri əl işləmə taxtalarla işlənilib. Kladovka, pilləkənlər altı. Keçək, 1-ci mərtəbə ilə tanış olaq. Yerdən də kürsüsü yetəri qədər var, evin içindən də var. Sağda yerləşir mətbəx sahəsi, tam dolu qaydada satılır. Bütün əşyalar ilə birgə satışa çıxarılıb, dəyərli dostlarımız. 227 kvadrat sahəsi var evin, 227 kvadrat sahəsi var. Dəhlizdən keçid edirik sanitar qovşaqlara, ayrı-ayrılıqda sanitar qovşaqları var. Burada təmir üst tərəfi yarımçıq qalıb, ev sahibinin müəyyən bir problemləri olduğuna görə yarımçıq saxlayıb. Demək, dəyərli dostlarımız, ütü yeri də eləyə bilərsiniz buranın. 2 ədəd sanitar qovşağı var ayrı-ayrılıqda. Keçək evin qonaq otağı ilə sizləri tanış edeyim. Böyük kvadrata malik qonaq otağı var. Pəncərəsində öz həyətyanı sahəsinə baxır. Qarşısında heç bir maneə tutmur. Sağda yerləşir 1-ci yataq otağı. Otaqlara söz ola bilməz. Çox böyük bir kvadrata malik otaqları var. Ümumi evin sahəsi 6 otaqdır. 227 kvadratdır. 227 kvadrat. Geniş bir şəkildə qonaq otağı ilə də sizləri tanış edirəm. Tam dolu əşyalı satışa çıxarılıb. 190 min manat təşkil edir. Xocasən qəsəbəsində Murad Şallıq evinin tam yaxınlığında. Buradan şəhərə, birbaşa 20 yanvara, avtovağzala, Əcəmiyə işləyən marşrut xəttləri keçir, dəyərli dostlarımız. Hətta Xırdalana, Sumqayıta belə, dəyərli dostlar, marşrut xəttləri işləyir. Mərtəbələr arası monolit beton, tikintinin sonu monolit betonla üzlənilib. 2-ci mərtəbəyə daxil oluruq. 2-ci mərtəbənin ümumi pol sahəsi bahalı 1-ci sort parketlərlə işlənilib. Dəhliz, çox böyük bir dəhliz sahəsi var. Dəhlizdən solda yerləşir 2-ci mərtəbənin mətbəx sahəsi. Maşallah olsun, bahalı dizayn edilmiş mətbəx sahəsi var. Çox keyfiyyətli bir iş görülüb. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Bütün otaqlar parketlə işlənilib. Keçək evin şadlıq sarayına, dəyərli dostlarımız. Maşallah, çox böyük bir qonaq otağı var. Çox böyük, komfort. Nə istəyirsən burada elə də, yığıncaq elə burada.
3 ədəd pəncərə sahəsi var, öz həyətyanı sahəsinə baxır. Ümumi ikinci mərtəbənin pol sahəsi tamamilə parketdir, tavanı alçıban işləmələr, spot lampaları bağlanılıb, twistintin yerlərinə kimi quraşdırılıb, tam dolu əşyalı olaraq satışa çıxarılıb. Tam dolu əşyalı ikili bahalı qapı sahəsi yaradılıb. Keçək, buradan digər sahələrlə də tanış olaq. İkinci mərtəbəyə məxsus yataq otaqlarından biri, bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüb və ikinci yataq otağı. İkinci mərtəbəyə məxsus ikinci yataq otağı 190 min manat təşkil edir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. İkinci mərtəbənin dəhlizin baş tərəfində də sanitar qovşaq sahəsi yerləşir. Tam təchizatdır. Bütün aksesuarlarına kimi quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Gələn videolarda sağ olun, sağlıqla qalın.